Salam, xoş gördük. Sağ ol, Allah kömək. Zəhmət olmasa özünüzü təqdim edin. Abdullayev Qorxma Dəliquluoğlu. Firdevs küçəsi ev nömrə 20-də yaşayıram. Hansı rayon? Ağsu rayonunda yaşayıram. Ağsu rayon. Bəli. Ünvanı bir də zəhmət olmasa təqdim edin. Ağsu rayon Firdevs küçəsi ev nömrə 20-də yaşayıram. Abdullayev Qorxma Dəliquluoğlu. Qorxmaz bəy, siz bizim redaksiyaya müraciət etmişsiniz Bəli, və şikayətinizin olduğunu bildirmişsiniz. Şikayətiniz nə ilə bağlıdır? Mən şikayətim buna bağlıdır ki, büdcəmizdə pul dağılır. Cənab prezidentimizdir. Müraciət eləmişəm. Cənab prezident Hansı büdcədən pul dağılır? Ağsu rayon DSF müdiri Akif Xəlilovla Abdullayev Aydının əlbir olaraq Aydın çöldən çölə adam yığır. Məsələn, Demək, Ağsu rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Akif Xəlilov. Sizin şikayətiniz onunla bağlı. Bəli. Nədir orada yaranan problem? Ünvanlı sosial yardımın 500 neçə nəfər varsa, onun 300 neçə nəfəri yerib dağılır. Anda ideal Bəli, hamısı imkanlı adamlardır. Mən də dövlətdən də şikayət eləmişəm ki, şikayət eləmişəm. Cənab prezidentimiz, ölkə başçımıza İlham Əliyevə, sonra baş prokuror Kamran Əliyevə, korrupsiya vermişəm. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Azərbaycan Respublikasının baş prokurorluğu, Milli Təhlükəsizlik Naziri Əli Nağıyevə. Yəni dövlət təhlükəsizlik xidmətinə, korrupsiya, bəli. Baş prokurorluğa, bütün bu qurumlara, sonra Anar Əliyevə, sonra Anar Əliyevin müavini bir də Abdullayev. Sənədləri zəhmət olmasa qoyun yerə, o ərizənizi qaldırın ki, bu yazdığınız ərizədir. Bəli. Yazılı müraciət etmişsiniz o qurumlara ki, 5 aydır müraciət eləmişəm ki, müraciətdə nə bildirmişsiniz? Bildirmişəm ki, Akif Xəlilov, Aydın, Abdullayev Aydın çöldən çölə, onu bunu düzüb qoşurmuş ki, gəl ünvanı düzüb qoşuyub, Akiflə əlbir olaraq 300 neçə nəfərə kimi Akif Xəlilov imkanlı adamlara, maşın olanlara, nə bilim, sənəd düzüb qoşub, ünvanlı sosial yardım, saxta. Mən də neçə dəfə orqanlara şikayət eləmişəm, bu orqanlara şikayət eləmişəm ki, xahiş edirəm, öz inandığınız adamlarla yollayasınız, Ağsu rayonuna baxılsın. Mən neçə 5 aydır yazıram müəllim. 5 ayda cəmi mənə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiə Nazirinə mənə təşəkkür məktubu gəlib. Təşəkkür edirik şəffaflığı üzə çıxartdığı üçün. Bir dənə bu gəlib. Təşəkkürdə nə bildirilib ki, yəni siz iddia etdiyiniz şəxslərin araşdırma aparılsın. Mən siyahlar yollamışam yuxarılara. Xahiş edirəm. Bəli. Siz müraciət etmişsiniz bu qurumlara. Yeganə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən sizə cavab gəlib və orada da təşəkkür ediblər ki, siz şəffaflığı üzə çıxartmışsınız. Təşəkkür edirəm. Niyə görə ki, həmin araşdırma zamanı hansısa bir qanunsuzluq aşkar oldu. Bəli. Burada da yazılıb ki, nə qanunsuzluqdur, bir onu dəqiq deyin. Burada yazılıb Abdullayev Aydının yoldaşı 922 manat günay. Yəni ona ayrılan ünvanlı sosial yardım qanunsuz olaraq ayrılır. Bəli. Onu da müəyyən ediblər və həmin 922 manatı 22 manatı dövlətə qaytarılsın. Bəli, qaytarılsın. Bu məktub da gəlib mənə. Bu da Bakıdır. Bankın kodudur. Bu da gəlib. Hamısı 922 manat qaytarılsın. Burada hamısı təşəkkür məktubları da gəlib. Demək, burada tamam, belə başa düşdük ki, qanunsuzluq müəyyən olunub. Bəli. Həmin şəxsi də o ünvanlı sosial yardım alınması üçün Akif bəy deyirsiniz də çıxarır. Akif Xəlilov, bəli. 30 ildir işləyir. Xahiş edirəm ki, cənab prezidentimizin Allah kömək olsun. O xarici ölkədən Azərbaycan milləti dolandırmaq üçün köməkli gətir. Ancaq buradan Akif Xəlilov yeyib dağıdırlar. Xahiş edirəm ki, öz inandığı adamlardan yollasınlar. 300 neçə nəfər saxta ünvanlı sosial yardım alanlar var. Öyle diyor. 30 ildir, bəli. 30 neçə ildir. Sektor müdürü də olub. Onu da yoxlasınlar. 30 neçə ildir müəllim. Korrupsiyada demişəm, şikayət eləmişəm 5 ayda. Baş prokuror eləmişəm. Ancaq mən bu Ağsu rayon prokurorla eləmir. Məni çağırmayıblar, deməyiblər. İndi mən məktubum gəlməyib. Sonra
şeydə sosial müdafiə naziri ancaq mənimlə telefonla danışırlar. Deyirəm kimdir? Adlarını demirlər, telefonu söndürürlər. Maraqlıdır. Əgər bu qanunsuzluğu aşkar ediblərsə, o zaman Akif Xəlilov ciddi tədbir görmür. Ciddi tədbir görmür. Özü də deyir müəllim. Allah haqqı deyir ki, ha neynədim mən? Hara korrupsiyada da adamım var, sosial müdafiədə adamım var. Mən 30 ildir sosial müdafiə nazirində işləyirəm, 30 neçə ildir. Mən orada adamım var. Hər ay yazsa mümkündür. Siz çəkiliş öncəsi deyirdiniz ki, sizi təhdid eləyir. Bəli, bəli. Həyat yoldaşınızla. Bəli, həyat yoldaşım gedib ora, pensiya ilə əlaqədar. Getmişdi ora. Siz özünüz əlilsiniz. Bəli, bəli. İkinci qrup əliləm. İkinci qrup əlilsiniz. Əmək əlilliyi yoxsa? Əmək şeydə, əməkdə xəstəliklə. Xəstəliklə, bəli. Elə ki, vərəm qan qusumu ilə, vərəm xəstəsiyəm, qan qusumu ilə. Bir səfərdə mən müalicə olunmuşam. Məndə ciyar deşiyi var da, mən ciyarım edib ki, ağciyardır. Ekranxodan qurtulacaq. 2 dəfə ciyardan əməliyyat olunmuşam. Qan qusumamdır, bəli. Səbirli olun, yəni suallarıma qısa cavab xahiş edirəm. Yəni siz də ikinci qrup əlilsiniz. Bəli, bəli. Həyat yoldaşınız da ikinci qrup əlildir. Bəli, bəli. Həyat yoldaşınız da ikinci qrup əlildir. Və sizi nə üçün Akif Xəlilov təhdid edir? Mən Akif Xəlilov təsdiq edir ki, yoldaşıma deyib ki, yoldaşım ora gedib. Deyib ki, yoldaşıma denən ki, həyat yoldaşıma Elmirə deyib ki, yoldaşıma denən ki, bu işdən əl çəksin. Onun başı ağrıyacaq, başına elə oynasaram ki. Bu iş dedikdə, yəni şikayətlərdən bu şikayətdən əl çəksin. Əl çəkməsə deyib, mən dedi, onun başını oynatacağam. Bunu yoldaşınıza deyib. Bəli, bəli. Özüm də ora getmişəm, idarənin qabağında, bəlkə də kamera olub. İcra hakimiyyətin binasına üzbəyüzdür. Mən ona getmişəm ki, Akif Xəlilova ki, o nədir, mən yoldaşıma belə, mən hədəlib, niyə niyəcəsən mən belə? Demişəm, bax, bunlar gəlib, bax, bu məktublar gəlib. Bu bəhsdə də ünvanlı sosial yardım saxta şey edir, sürprizi. Deyib, gedəlimlə nə gəlirlər. Deyib, rəhtor burada sən görməyib bu binanın qabağında. Təhqir edir. Bəli, bəli. Aydın. Bir də ki, xahiş edirəm. Görün, bu nə qədər şeydir ki, Akif Xəlilov, nə ki, arxayındır ki, heç bir Azərbaycanın dövlətin işçilərinə belə şey olmayıb, belə şey olmayıb. Gör, Akif Xəlilov verib ki, Abdülov Aydın'a ki, mən Abdülov Aydın'a verib ki, mən nə qədər bırdıyam. Onu biz təqdim eləyəcəyik, sənədlərin içində təqdim eləyəcəyik. Mən nə qədər burada Ağsu rayonunda işləyirəm, sənə ünvanı sosial yardımda alacaqsan, ünvanı sosial yardım haqda sənə heç bir şey, məhkəmə, prokuror, polis işimə qarışa bilməz. Bu işə qarışa bilməz. O, burada yazıb. Öz əlinizə, öz imza, bu da fesatı. Bu kopyası, bu fesat da budur müəllim. O sənəd sizin əlinizə necə keçib? Oğlu verib. Ki, əmi, gəl, bax, balada idi oğlu. Dedim, əmi, gəl, buna bax. Mən də o kopyasını çıxartmışam. Bu da... Akif Xəlilov, Aydın bəyə onu yazılı formada, möhürlü qaydada verib, neyi əsasında verib? Yəni, həm ona ünvanlı sosial yardım ayırıb, həm ünvanlı, həm də ki, həyat yoldaşına ayırtırıb və eyni zamanda da onu qeyri-rəsmi olaraq işçi kimi götürür ki, adamlar... Qıraqdan qırağa. Qıraqdan adamlar gətirir. Ünvanlı sosial yardım. Bəli. Oy, mən yazmışam. Oy, bax, üst-üstdən başa, bu şikayət ərzəmdə yazıb hamısını bildirmişəm. 5 ayda bildirmişəm. Hələn bir dənə mənə heç bir məlumat verilmir. Bir dənə bu Azərbaycan Qüvvəsinin Əmək və Müdafiə Naziri deyir. Fuad Müsəyov. Müsəyov nədir bu? Bir dəqiqə. Musayev. Allah kömək olsun, bu təşəkkür məktubu yazıb ki, aparat rəhbəri yazıb ki, təşəkkür edirik, şəffaflığı üzrə çıxartdığınız üçün. Təbii ki, burada fakt... Bəli. Sonra burada ki, bu Aydının oğlu, bir bu verir mənə, müəllim. Bir də bu dövlətdən gələn, Aydına 922 manatı arvadının dövlətə qaytarılsın. Tutulub da yəni. Qaytarılsın. Yanmaz fevral. İndi mən bunu eləməsəydim, müəllim, bu Aydın ayları alacaqdı. Aydın kimlərdən, hələ bəlkə də bundan neçəsi verilib kimlərəsə. Aydın. Bəli, yoxlansa, hakim yoxlansa, bəli. Siz deyirsiniz ki, yəni bu kimi qanunsuz çoxdur da, yəni. Bəli, bəlkə də yoxlansa, bu Aydına verilən bu dövlətin peçat kağıdın ayrıca bir vətəndaşa vermək olar. Ramraba verib, dövlətə peçat kağıdını verib ki, mən nə qədər burada, gör nə qədər arxayındır bu. Kim arxayındır sizcə? Valla özü mənə deyir ki, bax, Quran neçə dəfə gelib demişəm, deyib, korrupsiyada mənim adamım var, 30 neçə ildir şeydə işləyirəm,
Əmək və Əhalinin Sosial Müdafiəsində işləyirəm. Orada da mənim adamım var. Yəni Mən də Allah haqqı ona görə inanmam ki, neçə dəfələr mənimlə danışıblar ki, sizin şərtiniz nədəndir? Bax bu telefonla. Mən demişəm budur. Deyirəm adınızı deyin. Siz kimliyinizi mənə deyin. Demirlər, telefon söndürürlər. deyən kimi ki, Hətta deyəmədi nömrəsində 055 204 26 76 mobil nömrəni. Bax bu telefon, belə telefonlarla. Tip telefon. Zəng eləyirlər ki, filankəs. Görmüşəm ki, bu Akif xeyrinə danışır. O nömrə kimdir? Bilmirəm, Sosial Müdafiə adına nömrə deyib ki, mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirindən filankəs bilmirəm hardan idi. Adını soruşdum ondan ki, adınız kimdir? Mən kimdən danışıram? Telefonu söndürdü üzümə. Aydın. Sizin indi buradan bizim kanal vasitəsilə müraciətiniz ölkə başçısına deyil. Ölkə başçısına, Baş prokuror Kamran Əliyevə qurban olaram. Nə bilim, Sosial Müdafiə Naziri Anar müəllimə, nə bilim, bu da Əli Nağıyevdir. Yəni bu, ya. Dövlət Təhlükəsizlik Xidməti. Əli Nağıyev, Milli Təhlükəsizlik Nazirindən, bu yazıq orqan Mehriban xanıma xahiş edirəm. Cənab Prezidentimizdən, Baş prokurordan, korrupsiyadan, Anar müəllimdən, bu orqana, yazdığım orqanlardan xahiş edirəm ki, öz inandığı adamları yollasın Ağsu rayona. Yoxlasın ki, nə qədər ünvanı saxta, ünvanı sosial yardım alan, hamısı imkanlardır. Gəlirlər, yaşayırlar Ağsuda, Bakıda olanlar, gəlib Ağsuda çirəkeş tuturlar. Bir ay yaşayırlar, yoxlama gələn kimi Akifin də xəbəri var ki, buradan yoxlama gəlir. Yoxlama gələn kimi Akif xəbər edir ki, filan kəs, davay filan şey çıxart buradan. Bu yoxlama gələcək. Kimə tədə qoşulub onlara. Və nətər bu yoxlama gəlib ki, yoxlayır Ağsunu. Bu Aydının baba 922 manatın maşını görməyib qapısında. Çolpalarını görməyir, çolpa intiqal verir. Qabağın mağazin yoxdur, yoxlayıb görməyir. Onca Akiflə yoxlamalar mən belə bilirəm ki, 51-dirlər. Nətər o ki, bu 922 manat sağ olsun deyə bu Təqribən sizin tanıdığınız neçə nəfər var ki, Cihanı yollamışam. Bəli, Cihanı adı ilə yollamışam mənim, yollamışam. Elə harasa bir 2-3 ay münaqibə yollamışam. Cihazları yollamışam. Adları ilə, Bəli. İndi burada da yazıblar ki, hələn baxılı sizə müraciət edəcək. Hələn 5 ayda bir baxılmır. Bir dənə 5 ayda bu baxılıb bir dənə. Nədir bu? Yox dediyim. Bəli, aydındır. Bu Nicat da müəllim də yollayıb, təşəkkür məktubu. Bu hansısa nadir bu da yollayıb təşəkkür məktubu. Aydındır. Sosial Müdafiə Nazirinin adamı. O da yollayıb, sağ olsun. Adı şeydir. Nicat İsmailov. Aydındır. Bu da yollayıb, bu da yollayıb. Üzr istəyirəm bağışla. Kifayət eləyər, kifayət eləyər. Başqa yəni deyəcəkləriniz varmı? Elə deyəcəkləriniz bundan ibarət idi. Bəli, mən xahiş edirəm ki, Akif Xəlilovu yoxlansın. 30 neçə ildir sektor müdürü də olub. Yoxlansın, görə bu kim sektor müdürü olub? Təhsil sektorunda? Yox, Əmək və Əhalinin Sosial o vaxtdan bəri sektor müdürü də olub. Çox müdür müavində olub. Nə olar çox işləyib. 30 neçə ildir işləyib. İndi müdürdür. Təxminən bilmirəm, 10 ildir, 8 ildir, bəlkə ondan yuxarıdır, müdür işləyir. Aha, aydındır. Aydındır, inşallah biz çalışarıq qarşı tərəfində mövqeyini dinləyərik, sizin iddialarınızı nə dərəcədə doğru olduğunu ondan da öyrənərik. Bəli, mən deyəm, hamısı var da. Təbii ki, biz burada hamısı var da, burada faktlardır. 922 manat dala qaytarmağı düzgündür. Nə olsa Akif çox söz deyə bilər. Başı, 922 manat var müəllim. Sonra burada təşəkkür məktubları var. Ən cinayət budur. Baba, cinayət işi budur. Dövlətin sən peçat kağızın hansısa bir vətəndaşa vermək olar? Xeyr, əlbəttə ki, olmaz. Buna bax, mən polis də, nə qədər arxac deyir, polis də, məhkəmə də heç bir orqan qarışa bilməz. Dilinə izahat verib Aydına. Aydın ona görə onunla 51-dir. Aydın alıb ondan ki, alıb bıçaqdır ki, mən iş yönü tutulmayayım. Nəsə mənə şey gəlməsin. Aydın Akifdən alıb ki, bu kağıdı alıb ki, hər nə olarsa mən də bunu subut olaraq... Bu subutsuz saxlayıb, bu əsli Aydındadır. Oradan da burada maraqlı məqamlar var. Ümid edirəm ki, aidiyyatlı qurumlar bunu araşdırır. Bu budur. Akif çox söz deyə bilər. Allah köməsi, bu məktub var. Sonra bu təşəkkür məsələ Nicat İsmailov var. Qurban olsa. Bu Aydının arvadının 922 manat dövlətə qaytarmağım var. Hələ mən saxlatdırmayasaydım, alacı idi. Danış alacı idi. Alacı idi. Bu da bankı nömrəsi. Sonra bu üzr istəyirəm bağışla. Bu da Allah kömək olsun. Fuad Musayev.
Təşəkkür Aydındır, məktəb. aparat Hə, rəhbəri. bax veriblər mənə. Aydındır bəy. Aydındır. Qurban olum Teşekkür sən. ederim. Xahiş edirəm yoxlama gəlsin, yoxlama gəlsin. Öz inandığı nazirimizin bu müraciət elədiyim adamlar yoxlama töksün, öz inandığı adamlar. Gəlsin Ağsu rayonu ünvanlı sosial yardımın gəlsin yoxlasın. Təbii ki, biz tərəfimizdən Çünki Akif mənə hədələyir. Göz verib işıq vermir. Mənim başıma nə iş gəlsə Akif eləyəcək. Aydındır. Məni Bununla polisdən qorxudur, nə bilim orqanla qorxudur. Mən desəydi başımı oynasaram, yoldaşıma deyib ki, əl çəksin yoxsa o başı ağrıyacaq. Neyniyərəm ona? Özün otağında deyib, kamera görüb yoldaşım girib çıxanda. Tamam, siz deyirsiniz ki, təhlükəsizliyiniz də təmin Xahiş edirəm, hə, qurban olsun. Aydındır, teşekkür edeceğim. Akif haqqda ciddi tədbir görülsün. Aydın, teşekkür. Çox sağ olun, Sağ ol. çox sağ olun. Sağ ol.